Salam değerli izleyiciler. Bugün sizə yeni gelen güzel bir məhsul təqdim edirəm. Rəngi çıxmayan və tiftik etməyən də gözəl məhsullardan. Baxın, hər biri gözəl. Rəngi çıxmır və tiftik etməyən də Azərbaycan istehsalıdır. %100 təmiz pambıq pastellik parçalardan tikili bunlar. Qayanlara çatdırmamız var değerli izleyiciler. Və bunun başka bir çeşidi də var. İstəsəniz sizin için de onu direktlerde yazın, məhsul hakkında sizə ətraflı məlumat verin. Gözəl bir məhsullarımız var. Baxın, hər birisi rəngi solmayan və tiftik etməyən bir məhsullardır. Siz de biz videolar beğenirsinizsə, zəhmət olmasa kanala beğenmeyi, abone etmeyi unutmayın dostlar. Hər biri gözəl bir məhsuldur. Rəng solmur və tiftik etməyən bir məhsullardır. Və belə deçkilərimiz var. Baxın deçkilərimiz var. O qız uşağı üçün, oğlan uşağı üçün də var deçkilərimiz. Ünvan Sədərək Ticarət Mərkəzi 4 ilə 5 il arası belə bir mişqalarımız var. Baxın değerli izleyiciler. %100 təmiz pambıqdır. Sonra yağ kırvarımızdır. Sonra belə bir məhsul var. Messidir. Oğlan uşağı için, gənc oda için çok güzel əlverişli parçalardır değerli izleyiciler. Galatasaray sevenler, bakın %100 təmiz pambıq Galatasaray. 100% təmiz pambıq, rəngi solmayan və tiftik etməyən bir məhsullar bunlar. Qırağında Azərbaycan istehsalı yazılıb. Baxa bilərsiniz değerli izleyiciler. Güzel bir məhsuldur. Dərini qızıqlandırmır və rəngi solmayan bir məhsullardır. Sizə başka bir məhsulları da sizə göstərim. Baxın, belə bir istəsəniz rəngli əla bir məhsuldur. 100% təmiz pambıqdır. Rəng çıxmır və tiftik etməyən bir məhsuldur. Baxın, belə bir lavanda dəstimiz var. Rəngi çıxmır, gözəl bir məhsuldur. 100% təmiz pambıqdır. Və sizə başka bir məhsul göstərim. Baxın. Həm özü də pambıqdır, həm də üstündə naxışında pambıq işarəsi var. Rəng solmur, baxın. Yaxından sizə təqdim edim ki, siz bu məhsul haqqında ətraflı məlumatınız olsun. Sonra oğlan uşağı üçün belə məhsulumuz var. Görürsünüz, əla bir bulutlu körpə uşaqlar üçün, bağça için alın, bizdən razı qalın. Sonra belə bir deseni sizə təqdim edim. %100 təmiz pambıq. Ünvan Sədərək Ticarət Mərkəzi 4 ilə 5 arası 7-ci korpus.